Birinci sual, deməli, ədədi ifadənin qiymətini tapmaq lazımdır. Baxırıq ki, bu ortada duran 2,3 ədədi onluq kəsr halında yazmaq mümkün deyil bunu. Çünki aşağıda 3 var. Yəni 3/2-ni biz onluq kəsr halında yaza bilmərik. Ona görə də bütün bu verilmiş ədədləri, kəsrləri adi kəsr halında yazacağıq. -4,8-i -10,48 kimi yazırıq. Bölünsün. 2,3-ni çevirək düzgün olmayan kəsrə. 3 dəfə 2, 6, üstəgəl 2. Deməli, yuxarıda 8 olur, aşağıda 3. Üstəgəl 3,4-1 isə 4 dəfə 3, 12, üstəgəl 1, 13 edir. Yəni 4/13. Bölmə və toplama var. Əvvəlcə bölməni etmək lazımdır. Və gəlin deməli 10 və 48-i ixtisar edək 2-yə, 5 və 24 qalır. Bölmədə birinci kəsri yazırıq. -5/24. Bölmə yerinə vurma yazılır və ikinci kəsir tərs çevrilir. Deməli 8/3-ə vururuq. Üstəgəl 4/13 bərabərdir. İndi burada 8 və 24-ü ixtisar edirik 8-ə. 8 8-ə böləndə 1, 24-ü 8-ə böləndə isə 3 edir. İndi isə vurmadır. Yəni sadəcə surətə, məxrəcə vurulur. Mənfi işarəsi də olduğu kimi duracaq burada. Deməli mənfi 3 dəfə 3 9 edir. Yuxarıda 9 yazılır, aşağıda 5 dəfə 1 5 edir. Üstəgəl 4/13. İndi bunları ortaq məxrəcə gətirmək lazımdır. 5 və 4-ün ən kiçik ortaq bölünəni 20-dir. Ona görə də deməli burada mənfi işarəsini gəlin ya da bunu ümumiyyətlə belə ortaq məxrəcləri 20-dir. Deməli 20 bölünsün 5 edir 4, 20 bölünsün 4 edir 5. -9 dəfə 4 edəcək -36, üstəgəl 13 dəfə 5, 65 bərabərdir. Aşağıda 20, yuxarıda -36, üstəgəl 65 nə edəcək? Sadəcə 65-dən 36 çıxmaq lazımdır. 65-dən 30 çıxanda 35, 35 çıx 6, 29 edir. 20-də 29 cavablara baxırıq ki, belə formada verilməyib. Ona görə də indi biz bunu qarışıq ədəd kimi yazaq. 29 içində 21 dəfə var. 1/20 yazılır aşağıda, qalıq isə 9-dur. 1/20-də 9 edir cavab. Cavablarda heç biri bu formada deyil. İndi isə gəlin belə edək. Bu 1/20-də 9, yəni kəsr hissəsini onluq kəsrə çevirək. Bunun üçün sadəcə aşağıda 20 yazıldığı üçün 20-ni 5-ə vurmaq kifayət edir. O halda biz surətdə vururuq 5-ə. Olacaq 1/100-45. Yəni bunu onluq kəsr kimi yazsaq 1/100-45. Cavab D bəndidir. İkinci sual, natural ədədi 9-a böləndə qalıq M verir. Natural ədəd tutaq ki, bizim N-dir. N ədədini 9-a böləndə qalıq M olur. Aşağıda verilmiş ədədlərdən hansını N-in üzərinə gəlsək, alınan cəmi yenə 9-a böləndə qalıq M olar. Yəni N üstəgəl nəsə hansısa bir ədəd bu verilmiş variantlardan yəni 9-a böləndə qalıq M versin. Deməli, biz bilirik ki, N-in özünü, baxın bu birinci yazılan ədədi 9-a böləndə qalıq M olur. İkinci ədəd elə bir ədəd olması lazımdır ki, deməli, mən bu ədədi 9-a böləndə qalıq 0 olması lazımdır. Yəni, misal üçün bir başqa nümunədə göstərəcəm bunu. 2 ədəd götürək. Misal üçün, biri olsun 6, biri olsun 5. Bu 2 ədədin cəmini, misal üçün, 4-ə böləndə alınan qalığı tapmaq üçün hər bir toplananı ayrı-ayrı eyni bu 4 ədədinə bölüb qalıqları tapıram və sonra onların cəmini hesablayıram. Alınan cavab deməli bunların qalığı olacaq. Başlayaq 6-dan. 6 bölünsün 4-ə, qalıq nə olacaq? 2. 5 bölünsün 4-ə, qalıq 1 olur. 2 üstəgəl 1 edir 3. Deməli, 6 toplayaq 5-i 4-ə böləndə qalıq 3 olacaq. Yoxlayaq. 6 toplayaq 5 nə edir? 11. 11 bölünsün 4 nə olacaq? 2 dəfə gəlir və qalıq da qalacaq 3. Eynən bunun kimi indi biz
Deməli bizdən istəyir ki, n üstəgəl hansısa bir ədəd, yəni bu 2 ədədin cəmini 9-a böləndə qalıq yenə m olsun. Bunun üçün gələk bu ikinci ədəd nədirsə də bura yazacağımız ədəd 9-a bölünəndə qalıq 0 olsun, qalıq qalmasın ki, təsir eləməsin cavaba. N-i biz bilirik 9-a böləndə qalıq m olur, üstəgəl bu ədəd nədirsə 9-a böləndə qalıq 0 olsun istəyir. İndi baxırıq biz bu variantlardan hansı ədədi 9-a böləndə qalıq 0 olar, yəni tam olaraq bölünər. Əlbəttə ki, cavab G bəndi olacaq. Çünki 27 yazanda bura 27 ədədini 9-a böləndə qalıq qalmır, 0 olur. Deməli, bu iki ədədin cəminin 9-a bölünəndə qalığını tapmaq üçün m üstəgəl 0 nədirsə, elə o olacaq qalığı. Yəni, m üstəgəl 0 da m olur. Deməli, qalıq yenə m olacaq. Cavab da G bəndi 27-dir. Üçüncü sual. 40 qram ərintidə qızılın konsentrasiyası 75%-dir. Bu ərintidə və deməli, bu ərintinin və x qram qızıldan, bu ərinti və x qram qızıldan yeni ərinti əldə etdilər, düzəltdilər. X-i tapın deyir. Əgər əldə edilmiş ərintidə qızılın konsentrasiyası 80% olubsa. Əvvəlcə deməli 40 qram ərinti var idi. Burada qızılın konsentrasiyası 75% idi. Buradan gəlin qızılın kütləsini tapaq. 40 qram ümumi kütləsidir bu ərintinin və buradan 75% qızıldır. Qızılın kütləsini tapmaq üçün deməli 40 qramı vurmağımız lazımdır 75%, yəni 0,75-ə. Bu da edir 30 qram. Deməli 40 qram ərintidən 30 qramı qızıldır. İndi isə bu 40 qramlıq ərintinin üzərinə x qram qızıl əlavə etdilər. Yeni, yəni ki, əldə edilmiş ərintinin kütləsi yeni ərinti. Kütləsi nə oldu? 40 üstəgəl x qram. Bizdən x-i soruşur və deyir ki, yeni əldə edilmiş bu ərintidə qızılın konsentrasiyası 80 qramdır, 80%-dir. Deməli, qızılın konsentrasiyası 80%-dir. Bu nə deməkdir? İndi əgər biz nisbət götürməyimiz lazımdır, yəni ümumi kütləsinin, yeni ərintinin kütləsi nədir? 40 üstəgəl x-dir. Bunu yazırıq məxrəcdə və bu yeni ərintidə qızılın kütləsi nə olacaq? Əvvəl 30 qram var idi və üzərinə gəldik x qram qızıl. Yeni ərintidə qızılın kütləsi 30 üstəgəl x olacaq. Bu nisbəti deyir ki, 80%-ə bərabərdir. 80% yəni 0,8-ə. İndi biz bunu yəni aşağıya 1 yazıb belə çarpaz vursaq, buradan x-i tapacağıq. Yəni tənlik qururuq və tənlikdən x-i tapırıq. Çarpaz vuraq, deməli 1 vurulsun 30 toplayaq x olacaq. 30 toplayaq x bərabərdir 0,8 vurulsun 40-a edir 32. Üstəgəl 0,8 vur x edir 0,8 x. Buradan indi məchulları sola, ədədləri sağa keçirək. Deməli, x çıxılsın 0,8 x bərabərdir 32 çıxılsın 30. X çıx 0,8 x edəcək 0,2 x bərabərdir 2-yə. Buradan x bərabərdir 10-a. Deməli, yəni yeni ərinti əldə etmək üçün bu köhnə ərintinin üzərinə 10 qram qızıl gəliblər. Yəni cavab olacaq D bəndi.